Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpa qarşı yeni sui-qəsd təhlükəsi ilə bağlı məlumatlar Vaşinqtonda və Yaxın Şərqdə ciddi rezonans doğurub. The Wall Street Journal-ın məlumatına görə İsrail kəşfiyyatı ABŞ administrasiyasına İrandan qaynaqlana biləcək mümkün hücum planı barədə xəbərdarlıq edib. Nəşr yazır ki, əldə olunan kəşfiyyat məlumatları son günlər Vaşinqtonda yüksək səviyyədə müzakirə olunur. İsrail və İran məsələ ilə bağlı açıqlama verməsə də, Ağ Ev Donald Trumpın NATO samitində səsləndirdiyi fikirlərə diqqət çəkib. Trump həyatına təhlükənin davam etdiyini bildirərək İranın hədəfində olduğunu deyib. İranın Donald Trumpa qarşı təhdidləri yeni deyil. Mən hesab edirəm ki, bu uzun illərdir davam edən siyasi xəttin bir hissəsidir. İsrailin Amerika Birləşmiş Ştatlarına təqdim etdiyi son kəşfiyyat məlumatlarının məzmunu müstəqil şəkildə təsdiqlənməyib. Məncə, bu cür məlumatlara hər zaman ehtiyatla yanaşmaq lazımdır. Kəşfiyyat məlumatları real təhlükəyə işarə edə bilər, lakin eyni zamanda siyasi qərarların qəbuluna təsir göstərən amillərdən biri kimi də istifadə oluna bilər. Hazırki mərhələdə Vaşinqton üçün əsas məsələ həmin məlumatların etibarlılığını müxtəlif mənbələr vasitəsilə yoxlamaq və emosional deyil, faktlara əsaslanan qərarlar verməkdir. Məlum olduğu kimi, İran uzun illərdir 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ əməliyyatı nəticəsində öldürülməsinə görə Donald Trumpı məsul sayır və buna görə qisas alınacağını dəfələrlə bəyan edib. Ekspertlər qeyd edirlər ki, The Wall Street Journal-ın dərc etdiyi məlumat geosiyasi müzakirələri daha da gücləndirib. Bəzi analitiklərin fikrincə, İsrailin bu cür kəşfiyyat məlumatını Vaşinqtonla bölüşməsi ABŞ-nin İran siyasətinə təsir göstərmək məqsədi də daşıya bilər. İran Amerika Birləşmiş Ştatları ilə qarşıdurmada yalnız hərbi vasitələrə deyil, siyasi və psixoloji təzyiq alətlərinə də üstünlük verir. Donald Trumpa qarşı səsləndirilən hədələr İranın rəsmi ritorikasının tərkib hissəsidir. Eyni zamanda belə xəbərlər regionda gərginliyi daha da artıra, Vaşinqtonun İran siyasətinə, eləcə də ABŞ-İsrail münasibətlərinə təsir göstərə bilər. Trumpa qarşı mümkün sui-qəsd iddiaları ABŞ və İran arasında onsuz da gərgin olan münasibətlərin fonunda gündəmə gəlib. Analitiklərin fikrincə, Trumpa qarşı təhdid xəbərləri yalnız təhlükəsizlik məsələsi deyil, həm də Yaxın Şərqdə artan qarşıdurmanın göstəricisidir. Hazırda tərəflər arasında yeni qarşıdurma riskləri qalır. Vaşinqton həm İranın hərbi təhdidlərinə cavab verməyə çalışır, həm də daha geniş miqyaslı müharibənin qlobal iqtisadi nəticələrindən yayınmaq istəyir.